Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Müğənni Nəfəs Tarix Əliyevin verilişində həmkarı Akşin Fatih ilə danışmadığını bildirib. O, küslü olsalar da hər zaman Akşinin yeri məndə ayrıdır deyib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Siz də videomuzu bəyənməyi, fikirlərinizi yazmağı unutmayın. İstər 6 ay olsun, istər 6 il, fərq etməz. Yanım hər zaman onun yanındadır. Yəni yanındadır. Onun hər zaman yeri məndədir. Çünki heç bir oğlanla duet oxumazsan Akşindən başqa? Yox, oxuyaram. Bu bir problem deyil, yəni. Bəlkə o da onu gözləyir, görüb xəyanət amma edir. heç bir oğlan Akşini bəlkə də yerini tuta bilməz. Çünki mən Akşin bəylə artıq belə deyim də, sanki elə bir ki yeriyirsən, təzə-təzə yeriməyi öyrənirsən və səni biri əlindən qaldırır ki, biraz tez gedək. Yəni Akşini mən elə sayıram özümə, bir dost kimi, bir sənət yoldaşı kimi. Tanışırsınız mı arada, yoxsa yox, sən bilin? Yox, hal-hazırda tanışmırsınız? Yarışma təzə başlamışdı. Hansı yarışma? Akşin bu yarışma deyir, o TikTok'da olan o yarışma sosial şəbəkədə. O zaman danışmışıq, yəni telefon vasitəsilə. Vəssalam, ondan sonra əlaqəmiz yoxdur. Yəni bir 5 ay olar danışmırsınız? Olar. Amma ad 4 ayda olar, belə. 4-5 ay. Yadımda deyil, hə. Amma həqiqətən onu, yəni sənətin qoyaq bir kənara, insan kimi çox istəyirəm. Ona görə də hər zaman ona hörmətim, sayğım sonsuzdur.